Salam əziz şagirdlər və abituriyentlər. Mən İşıq.tədris Tədris Mərkəzinin Riyaziyyat müəllimi İbayvan Nuray. Əgər siz də buraxılış və ya blok imtahanına hazırlaşırsınızsa və yaxud riyaziyyatda hər hansısa bir çətinliyiniz varsa, videoları davamlı izləməyi unutmayın. Çünki burada bütün mövzuların izahı və faydalı məlumatlar var. İndi isə mövzumuza keçək. Bugünkü mövzumuz bir dəyişənli tənliklər adlanır. Tənlik nədir? Dəyişənə olan bərabərliyə tənlik deyilir. Məsələn, kök altda x-3 bərabərdir 0 və yaxud 5x bərabərdir 6. Daha sonra nə yaza bilərik? 3x çıx 2 bölünsün 5 bərabərdir 4. Hətta burada 5x də yaza bilərik. Bunlar hamısı tənlikdir və burada dəyişənin hər hansısa qiyməti tənliyi doğru bərabərliyə çevirirsə, həmən qiymət tənliyin kökü adlanır. Məsələn, 5x bərabərdir 6 tənliyini hesablasaq, burada x 6 böl 5 olacaq. Və bu qiymət tənliyin kökü adlanır. Çünki x-in yerinə 5-də 6 qoysaq, həqiqətən də cavabımız 6 olacaq. İndi tənliyi necə həll edəcəyik, ona baxaq. Başqa bir tənlik yazaq. Məsələn, 6x + 4 bərabərdir 10. Tənliyi həll edərkən buradakı qiymətləri, yəni ədədləri sağa və sola işarəsini dəyişməklə keçirə bilərik. Yəni 6x bərabərdir. Məsələn, 4-ü mən sağa işarəsini dəyişərək keçirəm. Yəni burada müsbətsə mən mənfi ilə keçirtməliyəm. Çıxılsın 4, 6x bərabər olacaq 6-ya. Sonra tənliyin sağ və sol tərəfini eyni ədədə vurub və ya bölə bilərəm. Təbii ki, 0-dan fərqli olan. X bərabərdir. Hər tərəfi 6-ya bölsəm, x bərabər olacaq 1-ə. Niyə 0-dan fərqli ədədə vurub və ya bölürük? Çünki 0-a vursaq heç bir mənası olmayacaq. 0-a bölmədə riyaziyyatda yoxdur. Ona görə fərqli bir ədədə vurub və ya bölməliyik. Daha sonra isə tənliyin növlərinə baxaq. Birinci xətti tənlikdən başlayaq. Xətti tənlik nədir? Ax plus b bərabərdir 0 şəklində olan tənliyə xətti tənlik deyilir. Burada x bərabər olacaq. Təbii ki, b-ni ax bərabər olacaq. B-ni sağa əks işarə ilə keçsəm mənfi b-yə, x də bərabər olacaq. Mənfi b böl a. İndi isə biz baxaq ki, tənliyin nə vaxt həlli var, nə vaxt yoxdur, nə vaxt sonsuz sayda həlli var. Bunu necə müəyyən edəcəyik? Əgər a 0-dan fərqli olsa, tənliyin yeganə həlli olacaq. Çünki bayaq hesabladıq, x bərabərdir b böl a. Burada a-nın məsəl üçün 5x + 4 bərabərdir 0 tənliyi. 5x bərabər, burada a-mız 5-dir, b-miz də 4-dür. 5x bərabər olacaq mənfi 4-ə, x-miz də bərabər olacaq mənfi 4 böl 5. Həqiqətən də bir həlli oldu tənliyimizin. Daha sonra a 0-a bərabər olsa, b də 0-a bərabər olsa, tənliyin sonsuz sayda həlli olacaq. Çünki x-ə istənilən qiyməti vermək olar. Gəlin bu şəkildə yazaq tənliyimizi. Ax bərabərdir mənfi 5 şəklində. Burada x-i də 0-dır. 0 vur x bərabərdir 0. X-ə istənilən qiyməti verin. 0 verin, 5 verin, 10 verin, mənfi ədədlərdən verin. Yenə cavabımız 0 olacaq. Ona görə deyil ki, sonsuz sayda həlli var. Daha sonra a 0-a bərabər olsa, b 0-dan fərqli olsa, bu zaman tənliyin həlli yoxdur. Çünki baxın, burada a-nı 0 götürsək, 0-a bölmə yoxdur riyaziyyatda. B 0-dan fərqlidir, 0-a bölmə yoxdur. Ona görə heç bir həlli olmayacaq, boş çoxluq olacaq. Daha sonra isə kvadratik tənliklərə keçək. Kvadratik tənlik nədir? Ax kvadrat plus bx plus c şəklində olan tənliyə kvadratik tənlik deyilir. Burada a 0-dan fərqli olmalıdır. Çünki a 0-da bərabər olsa, o zaman bu ifadə olmaz və bu şəkildə düşəcək tənlik. Bu da kvadratik tənlik deyil. Ona görə a 0-dan fərqli olmalıdır mütləq. Tamam, düzəldək. Yenidən yazım. Ax kvadrat plus bx plus c bərabərdir 0. İndi bu tənliyi necə həll eləməliyik? Kvadratik tənlikləri həll edərkən birinci diskriminant anlayışını bilməliyik. Diskriminant nədir? Diskriminant bərabərdir b kvadrat çıxıq 4ac ilə hesablanır. Əvvəlcə, yəni bu tənlikləri həll edəndə diskriminant tapmalıyıq. Sonra diskriminantın 0-dan böyük, 0-dan kiçik və 0-a bərabər olduğu hallara baxmalıyıq. Diskriminant 0-dan böyük olsa, iki müxtəlif həqiqi kökü var. Diskriminant 0-dan kiçik olsa, həqiqi kökü yoxdur. Yəni, x boş çoxluq yazaq.
daxili boşluqluğa. Əslində kökü olacaq tənliyin, sadəcə kompleks kökü olacaq da, yəni həqiqi kökü olmayacaq bu tənliyin. Diskriminant sıfıra bərabər olduqda isə 2 bərabər kökü olacaq. 2 bərabər həqiqi kökü olacaq. İndi kökləri necə tapmalıyıq? Köklərin üstürü isə x1 bərabərdir. Mənfi b üstəgəl kökdə diskriminant böl 2a, x2 bərabər olacaq. Mənfi b çıxılsın kökdə diskriminant böl 2a. Daha sonra deməli köklərinin sayını dedik, hansı halda neçə kökü var. Daha sonra isə natamam kvadrat tənliyə baxaq. Bu nədir? Hər hansısa əmsal olmayacaq burada. Məsələn, bir dəfə ax kvadrat plus bx bərabərdir 0 şəklində. Yəni s sıfıra bərabər olduqda kvadrat tənliyi bu hala düşəcək. Bu da natamam kvadrat tənliyi olacaq. Burada necə kökü tapacağıq? X-i mötərizə xaricına çıxarsaq, ax plus b şəklində olacaq tənliyimiz. Demək, burada köklərdən biri sıfıra bərabər olacaq, digəri isə mənfi b böl a-ya bərabər olacaq. Daha sonra bir dəfə isə b-ni sıfıra bərabər eləsək, bu zaman ax kvadrat üstəgəl s şəklində olacaq tənliyimiz. Burada da x kvadrat bərabər olacaq mənfi s böl a-ya. Təbii ki, mənfi s böl a mütləq sıfırdan böyük olmalıdır. Çünki heç vaxt kvadrat ədəd mənfiyə bərabər ola bilməz. Daha sonra isə b və s-ni sıfıra bərabər eləyək. Bu zaman ax kvadrat bərabərdir 0 şəklində olacaq tənliyimiz. Burada isə kök sıfıra bərabərdir. Yəni bir dənə həqiqi kökü olacaq. Daha sonra isə biz çevrilmiş kvadrat tənliyə baxaq. Çevrilmiş kvadrat tənlik nədir? Kvadrat tənliyimizi bütün əmsallarını a-ya bölsək, x kvadrat üstəgəl b böl ax üstəgəl s böl a bərabərdir 0 tənliyini alarıq. Burada b böl a-nı p ilə, s böl a-nı isə q ilə əvəz eləsək, x kvadrat plus px üstəgəl q bərabərdir 0 tənliyini alarıq. Bu çevrilmiş kvadrat tənliyi adlanır. Burada isə Viet teoremi ortaya çıxır. Viet teoremi nədir? Əgər köklərin cəmi mənfi p-yə bərabərdirsə və köklərin hasili q-yə bərabərdirsə, burada x1 və x2 bu tənliyin kökləridir. Məsələn, x kvadrat üstəgəl 5x üstəgəl 6 tənliyinə baxsaq. Burada kökləri necə tapacağıq? x1 ilə x2-nin cəmi mənfi p-yə, yəni burada p-miz 5 isə mənfi p, yəni mənfi 5-ə bərabər olmalıdır cəm. Hasili isə q-nin özünə, yəni 6-ya bərabər olmalıdır. Burada tənliyin kökləri olacaq mənfi 2, mənfi 3. İndi isə rasional tənliklərə baxaq. Rasional tənliklər hansılardır? px böl qx bərabərdir 0 şəklində olan tənliklərə rasional tənliklər deyilir. Burada təbii ki, qx sıfırdan fərqli olmalıdır. Məsələn, 5x üstəgəl 6, 5x-in kvadratı üstəgəl 6 bölünsün 2x çıx 4 bərabərdir 0 tənliyi rasional tənlikdir. Burada biz məxrəci əvvəlcə sıfıra bərabər eləyək. Burada x bərabər olacaq 2. Burada x 2-dən fərqli olmalıdır. Çünki məxrəci sıfıra çevirəcək, məxrəci sıfır ola bilməz. Biz həmişə rasional tənlikləri həll edərkən mütləq məxrəcə diqqət etməliyik. Əvvəlcə məxrəci sıfıra bərabər eləyirik və kökü tapırıq ki, bu kök bu tənliyi ödəməyəcək. Daha sonra surəti sıfıra bərabər eləyəcəyik. 5x kvadrat üstəgəl 6-nı x kvadrat bərabər olacaq mənfi 6 böl 5-ə. Gəlin burada çıx eləyək. Bu zaman 6 böl 5 olur. X də bərabər olacaq plus minus kök altda 6 böl 5. Bu tənliyin kökləri olacaq. x1 bərabərdir. Kök altda 6 böl 5. x2 də bərabər olacaq mənfi kök altda 6 böl 5-ə. Yəni 2 kökünü heç vaxt götürməyin. Yalnız bu 2 kökü götürməlisiniz. Daha sonra isə modul tənliklərə baxaq. Modul tənliklər hansılardır? fx bərabərdir modulda bərabərdir tutaq ki a-ya. Bu şəkildə olan tənliklər modul tənlikləri adlanır. Məsələn, yazaq 5x çıx 4 bərabərdir a. A yazmayaq, 6 yazaq.
Aha, bu təlimləri necə həll edəcəyik? Bir dəfə 5x çıxı 4-ü 6-ya bərabər eləməliyik. Bir dəfə də 5x, daha doğrusu mənfi 5x çıxı 4-ü 6-ya bərabər eləməliyik. Çünki mənfi 6 da modulu 6-ya bərabərdir, 6-nın da modulu 6-ya bərabərdir. Ona görə belə həll edirik. Burada 5x bərabərdir 10-a, x bərabərdir 2-yə. Burada 5x çıxı 4 bərabərdir mənfi 6-ya, 5x bərabərdir mənfi 4-ü əks işarə ilə keçsə mənfi 2 olacaq, x də bərabər olacaq mənfi 2 böl 5-ə. Bu tənliyin də 2 kökü olmuş oldu. Və təbii ki, modul ifadədə fx bərabərdir 6 ifadəsi a sıfırdan kiçik ola bilməz, çünki modul mənfiyə bərabər deyil heç bir zaman. Daha sonra isə irrasional tənliklərə baxaq. İrrasional tənliklər nədir? Biz bilirik ki, irrasional ədədlər hansıları idi? Kök alından çıxmayan ədədlər, kök altı var idi. İrrasional tənliklərdə də kökün altında əgər dəyişən varsa, belə tənliklər irrasional tənliklər adlanır. Yəni, məsələn, 5x çıxı 4 bərabərdir 9-a. Təbii ki, bu tənlikləri də həll edəndə mütləq kökün altındakı ifadə sıfırdan böyük bərabər olmalıdır. Bu bərabərsizlik həll olmalıdır mütləq. Çünki bu tənliyi həll edərsiniz, x-i taparsınız, amma x bu tənliyin kökü olmaya bilər. Çünki əgər x-i tapırsınız, tutaq ki, gətirib yerinə qoyanda kökaltı ifadə mənfiyə çevirirsə, o zaman x bu tənliyin kökü deyil. İndi ona görə bu bərabərsizliyi həll edirik. X burada böyük bərabər olmalıdır, mütləq 5-də 4-dən və yaxud da x bərabər olmalıdır 0,8-dən. İndi bu tənliyi necə həll edəcək? Hər tərəfi kvadrata yüksəldirik. Nə olacaq? 5x çıxı 4 kvadratdan kök gedir, bərabər olur 81-ə. 5x bərabər olur 85-ə, x də bərabər olur, deməli, bir dəfə 17. 17 bu tənliyin kökünü ödəyir, çünki 0,8-dən böyük ədəddir. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.